Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 5-ci sinif Azərbaycan dili suallarını sürətli bir şəkildə izah edəcəm. Hansısa sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsinə yazarsınız. Oradan ətraflı izah edərəm. İndi isə sürətli izah edim ki, yəni variantlar üzərindən şagirdlər tez yoxlasınlar. Deməli, şagirdlər mətni yəqin ki, diqqətlə oxuyublar. Birbaşa suallara keçək. Mətndə yanlışı soruşur birinci sualda. Diqqət eləsək, burada karvan başçısının yeganə oğlu idi, bu yanlışdır. Yəni, belə bir şey yox idi. Birdə D. 2-də hadisələrin ardıcıllığını soruşur. Orada əvvəlcə karvan susuzluqdan əziyyət çəkirdi. Məntiq olaraq mətndə, yəni, bu sum dağları parçalamalıdır ki, yəni, su açılsın və orada Ceyran, yəni gördü ki, sum qayıtmır, özünü suya atmışdı. Amma mətndə, yəni mətnə görə baxanda, elə bir ki, məlumatlara baxanda Ceyran özünü suya atır, yəni batır. Ondan sonra məlumatda görürük ki, yəni məlumat verilir ki, sum dağı parçalanmışdı. Yəni mətnə görə baxanda Ceyran özünü gölə atır, sonra isə burada yazıb ki, bax bu hissədə, ən sonuncu hissədə sum dağı parçalanmışdı. Yəni belə bu şəkildə götürə bilərik. Keçək 3-cü suala. Mətni real tarixi mətnindən fərqləndirən ən əsas cəhət deyir, fantastik və mifik elementlərin olması. C variantı. 4-də etmə eləmək olmaq adətən məcazi yaratmadığına görə 4-də A-nı götürəcəyik, tələf olmaq. 5-də mətnin giriş hissəsindəki, yəni karvanın əsas problemi, diqqət eləsək mətnin giriş hissəsinə, burada susuzluqdan, yəni yorulub əldən düşmüşlər və bunu götürə bilərik A variantını 5-də. 6-cı sualda kursivlə verilmiş cümlədə kursivimizdə nə var idi? Qəribə bir mənzərə görüb mat qalırlar. Mat qalmaq, yəni təəccüblənmək mənasında. Bu sözü yazmaq olar. Qarşılıq, yəni sinonim. 7-ci sualda ikinci şəxsin cəminin mənsubiyyə şəklisi sizin məktəbiniz. 7-də B. 8-ci suala diqqət eləsək, burada bağlayıcını soruşur, səbəb bağlayıcısı işlənmişdi A variantında çünki. 9-cu sualda sətirdən sətrə keçirmə qaydasında bilirik ki, mürəkkəb sözləri, yəni hər sözü ayrılıqda biz elə bir ki, hecaya ayırırıq. Ona görə B variantı dəvə, dəvə quşu. Dəvəni ayrıca, quşu sözündə ayrıca. 10-cu sualda diqqətlə baxsaq, antonim cəsarətli, qorxaq. O birlərində köklər eyni olduğuna görə, yəni digər variantlarda o sayılmır. 11-ci suala diqqət edək. 11-ci sualda xüsusi isimlərin ilk hərfi kiçik yazılsa, ümumi isim kimi olar. Çiçək, nərgiz, balaca ilə yazılanda gül mənasında gedir. O birləri məsələn bir dənə sürətli deyim, mehriban niyə görə olmur? Çünki balaca ilə yazılanda sifət olur. Digərləri də eyni qaydada. Balaca ilə yazılanda başqa nitq hissəsi olur. 12-ci sualda hansı sözdə alınma şəkilçisi işlənmişdir? Bir variantlı keş şəkilçisi var. Zəhmət, zəhmətkeş. 12-də B. Keçək 13-cü suala. Burada ahəng qanuna tabi olmayan söz əzab sözüdür. Birinci misrada, 13-də birinci misra C variantı. 14-də sual cümləsini soruşur. Elə sondakı sual işarəsinə baxıb tapmaq olar C variantı. 15-ci sualda kölgə ilə bağlı yanlışı soruşur. Kölgə sözü elə özü sadə sözdür. Yəni orada şəkilçi yoxdur. Sonra 16-cı sualda ərik sözünə hansı sözü artırsaq, son samiti cingiltili tələffüz olunar. Biz bilirik ki, sait gələndə cingiltili olur. Ona görə B variantı ərik ağacı, ərik ağacı. 17-ci sualda azaltma dərəcəsində olan sifət açıq qırmızı. Açıq sözü rəngləri artırılır və C variantını götürə bilərik. 18-də hansı cümlədə fərqləndirilmiş söz müəyyən miqdar sayıdır? Burada müəyyən dediyinə görə 20 kitab D variantı. 18-də D. 19-a baxaq. Yazmaq feili indiki zamanda olanda yazıram olur. Yazdım keçmiş, yazarsan gələcək. Ona görə sadəcə 2 rəqəmi yazmaq lazımdır. Digər rəqəmi də yazsaz, oradan tam bal gəlməz. Himalay dağı mətninə keçək. Yəqin ki, bunu da şagirdlərimiz diqqətlə oxuyublar. 20-ci suala baxaq. Burada yazıb ki, bitki örtüyünün rəngarəng olmasının səbəbi yazmışdı burada. Bax, diqqət edin, bircə saniyə. Bax, bu abzasda. Yüksəklik fərqi burada bitki və heyvanat aləminin çox rəngarəng olmasına səbəb olmuşdu. Yəni C variantını götürə bilərik. 21-də dağların yaranma səbəbi Hind, Avstraliya və Avrasiya havalarının toqquşması idi. Bu da mətnin bu hissəsində var. 40-50 milyon olan hissəni oxuyanda görə bilərsiniz.
21-i də dedik. 22-ci sualda mətn məzmunu ilə bağlı aşağıdakı fikirlərdən hansı səhvdir? Deyir ki, geoloji cəhətdən qədim dağdır A variantında, amma mətndə var idi ki, nisbətən cavan dağlardır. Ona görə A variantı səhvdir. 23-cü sualda mətndə çaylar və buzlaqlar arasındakı əlaqə necə təsvir olunur? Burada B variantı, bir çox çaylar öz mənbəyini buzlaqlardan götürür. Bax, yazmışdı burada. Dünyanın ən böyük çay sistemlərindən 3-ü öz mənbəyini Himalay buzlaqlarından götürür. Bunu da dedik. 24-də sonuncu abzasının hansı nəticəni çıxartmaq olar? Bircə saniyə. Ən sonda ibadət, yəni mənəvi məsələlərdən söhbət gedirdi. Mənəvi rahatlıq tapmaq üçün bura gəlirlər. Ona görə dağlar həm də mənəvi və dini bir əhəmiyyət daşıyır. Bunu yaza bilərik. 25-də Jomolungma adının hansı zirvənin digər adı kimi qeyd olunduğu. Bunu da belə tapa bilərik ki, bircə saniyə göstərim. Bax burada. Everest, Jomolungma. Bax, buradan göstərə bilərik. Belə. Sürətli bir şəkildə bütün sualların variantlarını dedik. Əgər video sizin üçün faydalı oldusa, kanala abunə olub videonu bəyənməyi unutmayın. Təşəkkür edirəm.